Özün istəyirsənmi bir ailə? Əlbəttə qəlbən istəyirəm. Mən həmişə bu sözü deyirəm. Deyirəm, ailə də qurmaq istəyirəm və əlbəttə ki, uşaq da istəyirəm. Amma bu həvəsdən, bu istəkdən məni soyudublar demişəm. Və bu var, hələ də var. Yəni doğrudan da bu istəyirəm, o qədər çox istəyirəm ana olmaq. Əlbəttə ki, bütün qadınlar kimi istəyirəm, amma təəssüf ki, soyudublar məni. Amma bir məqamı da vurğuladın. Dedin ki, son illərə qədər bu diqqəti hiss edirdim. Artıq hiss elətdirməyə qoymurlarmı, yoxsa hiss etmək istəmirsənmi? Yox, qoymurlar, yox. Nə məsələdir? Belə şeylər məcburi olan bir şey deyil. Demək ki, kimsə var həyatında. Demək ki, var mənim diqqətimi çəkər ki, mənə başqasının diqqəti maraqlı deyil. Aydın məsələ. Deməli, qəlbini fəth edən bir bəy var. Nə gözəl. İnşallah ciddi olsun. O gün olsun. Bu xoşuma gəldi. Ciddi. Ailə elədi ki, biz qalçıqa xətrinə ailə qurmamalıyıq. Kişilərə də aiddir, qadınlara. Yəni, kiməsə acıq verir. Qalçıq oldu. Mən də gördünüz, toya qırmızı bağlayıb getdim. Yox, o deyil, o ailə deyil. Razıyam. İnsan hazır olmalıdır. Çünki bizdə saxta toy eləyənlər çox olub da. Hazır olmalısın, qardaş. Bu zarafat deyil, bu xala-xala oyunudur, cici-bacı oyunu deyil də. Bu ciddi məsələdir. Çünki hər iki kişinin və qadının kaprizinə görə arada uşaqlar əziyyət çəkir. Bizimcə əziyyət çəkir o uşaqlar, travma alırlar. Üzrləmə, indi son zamanlar müddətdə dəb düşüblər ki, uşaqlar boşanır, anada qalır. Uşaq atasız da yetimdir, anasız da yetimdir. Bir yerdə olanda o ailə sağlam olur, o övladlar da sağlam olur, sağlam böyüyür və gələcəyə sağlam vətəndaşlar yetişdiririk. Tamamilə razıyam. Dağılmasın ailələr, dağılmasın. Əgər bir insan, qardaş bugün evlənməyə hazır deyilsə, bədbəxt eləməsin kimisi uşağını və yaxud bir qız hələ ailə qurmağa hazır deyilsə, cəmaat uşağını özünü də bədbəxt eləmə, cəmaatda bu ana-ata da əziyyət çəkir, cehiz elə, onu al, bunu al, hay, huy, toy filan, 2 ayda olsa, yox, xoşuma gəlmədi. Bu zarafat deyil. Hələ də bir-birlərinə hissləri yoxdursa, tək valideyn təkidi ilə eləyirlərsə, heç etməsinlər. İndi heç kim məcbur etməzsə. Məsələn, mən 2 oğul evləndirmişəm, mən gəlməni tanımamışam, nə valideynlərini, nə heç də yəni. O dərəcədənmi? Özləri seçib. Çünki onlarla yaşayan mən deyiləm axı. Onlarla, əlbəttə ki, mən də görmüşəm, baxmışam. Əlbəttə ki, ana-atanın yaxşı mənada müdaxiləsi olmalıdır, məsləhət verə bilər. Bəli, bəli. Məsləhət. Amma qarışa bilməzsən. Mən deyirəm, oğul, sən cəmaatın uşağına gedir bunu elçiliyə biz, məni sabah üzümü qara eləmə. O qızı da bədbaxt eləmə. O da bir ana-atanın uşağı da əziyyət çəkib ana-ata onun üçün oxutdurub və s. Əgər sən gedib, sabah mənim bütün hayabrımı əlimdən alacaqsansa, əslində mən, çox bəlkə də məni belə tanır, mən hayabrlı insanam, mən utancaq insanam. Mən gedəndə qapıya da deyirdim ki, qızım, sən bizim evimizə gəlməyə hazırsanmı? Ailə qurmağa hazırsanmı? Ailə bilirsən nədir? Bax, 40-32 ildir mən həyat yoldaşım var. Dalaşmışıq da, didişmişik də. Hə, yaxınızda şayələr də eşitdim bu yaxınlarda. Hə, yəni. Amma olmaz da, biraz ciddi yanaşaq, ailə işinə çox ciddi yanaşmaq lazımdır. Düşünüb daşınmaq, indi çox gənclər hazır deyil. Əlxüsusda oğlanlar çoxu bu dəqiqə hazır deyirlər.